Salam dəyərli müəllimlər, əziz MİQ və sertifikasiya namizədləri. Hər birinizi salamlayıram. Bu gün kurikulumdan dərs 1, kurikulum nədir, prinsipləri və 21-ci əsr bacarıqlarını izah edəcəyəm. Əvvəlcə bu dərsdə siz nələri öyrənəcəksiniz, bunlar haqqında məlumat verim. Bu dərsdə siz kurikulum anlayışı və tərifini, kurikulum islahatlarının səbəbləri və keyfiyyət meyarları, milli kurikulumun prinsipləri və 21-ci əsr bacarıqlarını öyrənəcəksiniz. Kurikulum anlayışı və əsas mahiyyəti. Mənşəyi. Kurikulum latın sözü olub, kurs, yol, elm, istiqamət mənalarını ifadə edir. Tərifi. Kurikulum təhsil proqramı deməkdir. Təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual sənəddir. Yəni kurikulum bir təhsil proqramıdır. Bizim ailəmizin altında bu sənəd olmalıdır ki, biz dərsi daha rahat formada tədris edə bilək, daha planlı formada tədris edə bilək. Və kurikulumda təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual sənəd olduğunu biz qeyd etdik. Yəni məzmunu, təşkili və qiymətləndirilməsi. Məqsədi bəs nədir? Şagirdə nə öyrədiləcəyi, təlim-tədris prosesinin necə qurulacağı, həmçinin əldə olunmuş nailiyyətlərin necə qiymətləndiriləcəyini müəyyən edir. Bəs rolu nədən ibarətdir? Kurikulum bildiyimiz kimi təhsildə istifadə olunur. Təhsilin nə olduğu haqqında bir qədər məlumat verək. Təhsil ölkənin davamlı inkişafı və iqtisadi artımını təmin edən əsas faktorlardandır. Təhsili inkişaf etmiş dövlətlərə bir qədər nəzər salaq. Məsələn, Sinqapur, Avropa dövlətləri, Amerika, Kanada təhsil bunlarda inkişaf edib və biz nələr bunlarda müşahidə edirik? Davamlı inkişaf və iqtisadi artımı biz artıq bunu rahatlıqla görə bilirik. Deməli, təhsili inkişaf edən ölkə davamlı olaraq inkişaf edib və iqtisadi olaraq davamlı olaraq artır. Təhsilin məqsədi insanı yaşadığı həyata hazırlamaq, onda tənqidi və yaradıcı düşüncəni, milli və ümumbəşəri dəyərləri formalaşdırmaqdır. 11 illik təhsil müddətində şagird həyat üçün lazım olan minimal bilik və bacarıqlara yiyələnməlidir. Yəni 11 il ərzində şagirdi biz akademik bir professor etmirik. Yalnız həyat üçün lazım olan minimal bilik və bacarıqlara şagirdi yiyələndiririk. Kurikulum islahatlarını zəruri edən səbəblər. Cəmiyyət daxilində münasibətlərin dəyişməsi, inkişaf etmiş təhsil, dünya sisteminə inteqrasiya, 21-ci əsrin sürətlə dəyişən tələbləri, iqtisadi tələblərin dəyişməsi, planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid, təhsilin məqsəd və vəzifələrinə yeni baxış və yanaşmaların formalaşması. Artıq bildiyimiz kimi insanlar arasında münasibətlər dəyişilib ki, artıq onlayn təhsil var, distant təhsil vardır. Onlayn formada insanlar universitetə hazırlayır, magistraturaya hazırlanır və ya YouTube-dan və ya digər platformalardan məlumatlar əldə edir, dərs videolarına baxır. Sonra inkişaf etmiş təhsil dünya sisteminə bildiyimiz kimi inteqrasiya etmək lazımdır. Deməli, əvvəllər ənənəvi təhsil prosesi zamanı nə müşahidə edilirdi? Ənənəvi təhsil zamanı həmin bu şagirdlər məlumatları əldə edirdi, amma praktikada tətbiq edə bilmirdi. Amma kurikulumun əsas vəzifələrindən biri budur ki, məlumatları əldə et və bunu mütləq praktikada tətbiq et. Əslən informatika dərsində biz nümunələr göstərə bilərik ki, alınan məlumatları mütləq kompüterdə tətbiq etmək lazımdır. Yoxsa boş yerə məlumatları öyrənməyin də bir mənası yoxdur. 21-ci əsrin sürətlə dəyişən tələbləri bildiyimiz kimi artıq 21-ci əsr texnologiya dövrüdür. Kompüterlər sürətlə inkişaf edir. Burada bir şey artıq bu platformalarda cəmləşir. Bir sıra insanlar platformalara öz videolarını yükləyir, məlumatlar verir. Artıq kartlar vasitəsilə hər bir şey onlayn formaya salınır.
Planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid bildiyimiz kimi müxtəlif kurslar rahatlıqla yaradılır. Bu formada. Keyfiyyətli kurikulumun göstəriciləri və sansılardır. Kurikulumun aktuallığı, praktik olması, effektivliyi və davamlılığıdır. Yəni, əgər kurikulumun, keyfiyyətlidirsə, deyiriksə, o mütləq aktual olmalıdır. Yəni, bu günə uyğun olmalıdır. Praktik olmalıdır. Onu praktikada istifadə edə bilməliyik. Effektiv olmalıdır. Yəni, eee, o şagirdin yaddaşında qala bilməlidir, və şagird də bunu real formada istifadə edə bilməlidir. Yəni bu effektiv olması bu deməkdir. Davamlılığı isə budur ki, bu davamlı olmalıdır. Yəni, bugünün tələbləri sürətlə dəyişir. Əvvəlki tələblərlə bugünün və ya sabahın tələbləri eyni deyil. Bu davamlı olmalıdır və eee, dərslər də bir-birləri ilə əlaqəli olmalıdır. Yəni bu formada. UNESCO-nun keyfiyyətli kurikulum üçün meyarlarına baxırıq. Aydın məqsədlərin olması. Kurikulumda aydın məqsədlər olmalıdır. Yəni hansı dərsdə biz nəyi tədris etməliyik, bu mütləq verilməlidir. Bugünün tələblərinə cavab verməlidir. Şagirdlərin bugünkü və gələcək həyatları, təcrübələri, arzu və istəklərinə uyğunluğu. Arzu və istək deyildikdə, yəni dərslə bağlı arzu və istəklərinə uyğunluğu. Yəni məsələn elə dərslər olur ki, şagirdlər deyir ki, müəllim biz istəyirik ki, bu gün siz dərsi qrupla təşkil edəsiz. Yəni qruplar vasitəsilə dərsi tədris edəsiz. Bu zaman şagirdlərin arzu və istəklərinə biz müəyyən qədər riayət etməliyik. Şagirdlərin yaşadığı ölkənin tarixini və mədəniyyətini nəzərə almaqla sosial və iqtisadi baxımdan şagirdlər üçün firavan gələcək qura bilmək məqsədinin olması, ədalətli və inklüziv olması. Ədalətli olması budur ki, yəni şagirdi biz düzgün qiymətləndirə bilməliyik və bununla da bağlı kurikulumda müxtəlif xüsusiyyətlər vardır. İnklüziv olması isə budur ki, şagirdlərin fərqliliklərinin, fərdi ehtiyaclarının nəzərə alınmasıdır. İnklüziv, yəni elə şagirdlər vardır ki, anadan gəlmə xəstəliklərlə, məsələn, Down sindromu ilə doğulur və ya gözlərindən əlil və ya ayağın müəyyən qədər əlilliyi problemləri vardır. Bunları digər şagirdlərdən mütləq biz ayırmamalıyıq. Onlara da eyni formada rəftar etməliyik, onların da təhsil almaq hüququ vardır. Şagird yönümlü olması, həddindən artıq yüklənməməsi, yaşa müvəffiq olması bura aiddir. Açıq və çevik olması, yeniliklərin məzmununa inteqrasiyası, ardıcıl və əlaqəli olması, yəni aslından kəttinə doğru, sadədən mürəkkəbə doğru dərslər təşkil olunmalıdır. Milli kurikulumun prinsipləri, xüsusiyyətləri. Buraya mütləq bir qədər diqqət yetirin. Ona görə ki, milli kurikulumun prinsiplərinə aid həm situasiya sualları imtahana düşür, həm də adi suallar imtahana düşə bilir. Şagird yönümlülük, şəxsiyyət yönümlülük, nəticə yönümlülük, inteqrativlik, tələb yönümlülük, qiymətləndirilmə standartı buraya aiddir. Şagird yönümlülük nədir? Təhsil sahəsindəki fəaliyyətlərin təhsil alanların mənafeyinə, maraq və tələbatlarının öyrənilməsinə, istedad və qabiliyyətlərinin potensial imkanlarının inkişafına xidmət etməsidir. Yəni biz şagirdin ehtiyaclarını biz burada nəzərə almalıyıq. Şagirdlərə, yəni əvvəlki ənənəvi təhsil zamanı müəllim yönümlü idisə, müəllim burada əsas rolu oynayırdısa, avtoritar rol oynayırdısa, artıq müasir dövrdə kurikulum vasitəsilə dərslər şagird yönümlü, şagirdlərin arzu və istəklərinə uyğun formada tədris olunması burada önəmlidir. Şəxsiyyət yönümlülük bəs nədir? Təhsil alanının idraki, ünsiyyət və psixomotor fəaliyyətləri əsasında həyati bacarıqlarını inkişaf etdirməklə onda milli və ümumbəşəri dəyərləri formalaşdırmaqdır. Yəni biz şagirdə bilik öyrətməklə biz yekunlaşmamalıyıq. Eyni zamanda şagirdi məktəbdə tərbiyə edə bilməliyik, onda milli və bəşəri dəyərləri mütləq formalaşdırmalıyıq. Nəticə yönümlülük bəs nədirdi? Nəzərdə tutulan təlim nailiyyətlərinin nəticələr formasında əvvəlcədən müəyyən edilməsidir. Yəni hər dərsdə tutaq ki, faizə aid məsələlər dərsində biz
Dərsin əvvəlində bilirik ki, şagird dərsin sonunda hansı bilikləri qavrayacaq, bunlar kurikulumda verilir. Nəticə yönümlülük bu deməkdir. Nəzərdə tutulan təlim nailiyyətlərinin nəticələr formasında əvvəlcədən müəyyən edilməsidir. İnteqrativlik bəs nədir? Adından da bəlli olduğu kimi inteqrasiya etmək. Təhsilin məzmun komponentlərinin bir-biri və həyatla sistemli şəkildə əlaqələndirilməsidir. Məsələn, biologiya fənnində eee, bakteriyalar dərsində n-ti bərabərdir n0 vur 2 üstü t minus t0 bölü 2. Tam yadımda değil, bir de bir düstur var idi. Burada yani gördüğümüz kimi bakteriyalar dersinde biz artık biyoloji ile riyaziyyatı inteqrasiya edirik. Ona göre ki artık burada qüvvəti yüksəltmə əməlindən də istifadə edilir. Tələb yönümlülük bəs nədir? Fərdin, cəmiyyətin, dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınmasıdır. Artıq bildiyimiz kimi müasir dövrdə texnologiya daha yaxşı formada inkişaf edib. Buna görə də texnologiyadan mütləq biz istifadə etməliyik. Məsələn, kompüterdən və ya süni intellekt artıq sürətlə yayılır. Süni intellektlərdən də biz istifadə edə bilməliyik və buna görə də artıq pilot layihələr formasında da süni intellekt dərsləri təşkil olunur. Qiymətləndirmə standartı təhsil alanın nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir. Yəni şagird gəlir, təhsil alır, müəyyən qədər bilik əldə edir. Sonda biz mütləq şagirdləri nə etməliyik? Şagirdləri qiymətləndirmək lazımdır. Sonra kompetensiya və 21-ci əsr bacarıqları. Kompetensiya insanın bilik, bacarıq, vərdiş, keyfiyyət və dəyərlərinin kombinasiya olunmuş şəkildə istifadəsidir. Bilik, bacarıq, vərdiş, keyfiyyət və dəyər. Bilik vasitəsi, biliklər insanda müəyyən qədər bilik olur, onu təkrar istifadə edir, onda bacarıq yaranır və sonra bu vərdişə çevrilir. Keyfiyyətlidirsə, keyfiyyət və dəyər isə yəni müəyyən qədər insanın xüsusiyyətləri burada nəzərə alınır. Bu 5 xüsusiyyət birləşir, kombinasiya olunur və buna kompetensiya deyilir. Kompetensiya özü səriştə deməkdir. İndi 21-ci əsr bacarıqları hansılardır? Bunlar haqqında danışaq. Bura 1. Öyrənmə və innovasiya bacarıqları aiddir. Buna 4K bacarıqları da deyilir. Bura kritik düşüncə, yəni tənqidi düşüncə aiddir. Kreativ düşüncə, yəni yaradıcı düşüncə. Kommunikasiya, ünsiyyət, kooperasiya, əməkdaşlıq bacarığı aiddir. 2. İnformasiya, media və texnologiya bacarıqları. Bura aid informasiya savadlığı, faktları, rəqəmləri düzgün qavramaq və istifadə etmək, media savadlılığı, mediadan səmərəli istifadə etmək, tənqidi qiymətləndirmək. Bildiyimiz kimi mediadakı məlumatların hamısı düzgün məlumatlar deyil. Biz elə məlumatlardan istifadə etməliyik ki, həmin məlumatlar düzgün və real olsun. Müəyyən qədər tənqidi qiymətləndirə bilməliyik. Yəni bütün məlumatlara biz inana bilməlirik. Texnoloji savadlıq. İKT-dən səmərəli istifadə etmək bacarığı bura aiddir. Yəni artıq kompüterdən və ya informasiya kommunikasiya texnologiyalardan biz mütləq istifadə edə bilməliyik. Məsələn, PowerPoint vasitəsilə slaydların hazırlanması buraya aiddir. Həyat və karyera bacarıqları. Bura çeviklik, yəni məqamında və düzgün qərar verə bilmək, şəraitə uyğunlaşmaq, liderlik, komandanı məqsədə çatmaq üçün motivasiya etmək, irəli aparmaq, təşəbbüskarlıq, layihələr, yəni bu əsasən sahibkarlıqda bizə lazım olur, təşəbbüskarlıq, layihələr, strategiyalar təklif etmək, yeni fikir irəli sürmək, produktivlik, yəni məhsuldarlıq, vaxtı düzgün idarə etmək və səmərəli çalışmaq. Bildiyimiz kimi müasir dövrdə artıq məlumatlar çoxdur, boldur. İnsanı yayındıran platformalar da çoxdur, amma insan özü məhsuldar olaraq çalışa bilməlidir. Öz vaxtını boş yerə sosial mediada öldürməməlidir. Sosiallıq bəs nədir? Ortaq mənəvi və maraqlar çərçivəsində sosiallaşmaq bacarığıdır. Yəni insan öz hədəflərinə çatmaq istəyirsə, müəyyən qədər ətrafı olmalıdır, müəyyən qədər ünsiyyət qabiliyyəti mütləq olmalıdır. Bu formada dərsimiz bu qədərdir. Dərsə diqqətlə qulaq asıbsızsa, dərslə bağlı hər hansı bir qaranlıq məqam sizə qala bilməz. Bu formada, yəni diqqətlə qulaq asın,
və öyrənin. Belə, bu formada.